Yoxdur da, hə, mənim ürəyim. Demək, problem yaranıb da, problem var. Demək, problem varsa, bu problemi həll eləmək lazımdır. Bu problemi də nə ilə həll eləmək lazım? Təzədən bu başla, hə? Bəs bu baş yaradı baxı bu problemləri, bura. Bu xəstə başla yaranan problemi təzədən bu xəstə başla həll eləmək olar sizcə? Nə eləmək lazımdır? Bu mexanizmi dəyişmək lazımdır. Bu düşüncəni dəyişmək lazımdır. Gəlin də enerji məsələsinə. Bizim gücümüz var ki, neyəyək? Bu xəstə başın mexanizmi, düşüncələrini dəyişək ki, bizim həyatımız belə yox, başlasın düz istiqamətə getməyə də, yəni dərə-təpəyi də axı belə-belə. Geçsin düz istiqamət. Bunun üçün də düşüncə, şəxsiyyət, beynin yəni verdiyi qərarlar dəyişməlidir. Bunun qərarı dəyişmək üçün hər gün burada nəsə eləməlisən. Burada yalandan yola verdi, deyəm bir dənə yazım robotanı 25 dənə, bir başqası məndə konstant itəliyəməyə buna 26 adı ilə. Nə bilim, his, fikir, günün yekunu yazsan. Sən beynin düşüncə mexanizmi dəyişmir axı. Nə yaranır? Səndə qərəz yaranır. Yəni enerji verir, gün ərzində enerji düzgün istiqamətə istifadə eləmək əvəzinə nə etdin? Blokladın beynini. Şu nəyə yönəldi? Baba qlazok, nəyə baxsan sən? Mərciyə. Şu mərci sənin nöron elədi. Həyatında bu boyda şeylər gedir, bura. Yəni fikrimi çatdıra bilirəm sən. Enerji nəyə, gücümü nəyə sərf eləmə? Qərəz, nə bilim, kin, dalaşqanlıqdır, abidadır, kimisi günahlandırma nədir? Sən özünü görə bilmirsən də, öz enerjini özünü istifadə edib, özünü dəyişmirsən sən. Sən neyəsən, bir qaza bastın, bütün enerjin getdi. Məsəl üçün, özdə qərəz nədir? Sənin əgər mərciyə qərəzin varsa, avtomatik gün ərzində gedən prosesləri düzgün şəkildə qəbul eləmirsən. Bəlkə də Ağa Səlim, yəni bax, hər şey eləyən Allahdır. Bax, qardaşım, birinci növbədə ola bilər, indi dini, mən heç kimin dininə müdaxilə eləmirəm. Hər adam var xristiyandır, adam var katolikdir, adam var İsa Məsihə xidmət edir, adam var, nə bilim. Hərədə bir cürdür. Amma yaradılış var da, sazda. Yəni, yeri göyü, yəni, bizim nəfəsimiz gedir, gəlir, yəni, söhbət eləyirik, danışırıq. Bunu istəyən bir qüvvə var. Simbolda düz yerdəsiz. Məni danışdıran da Allahdır bu dəqiqə. Yəni, o istəsə mən danışa bilmərəm. Yəni, yumruq, lal olub qalaram burada. Bir də o həvəs var da, adam var, düşürsən hansısa bir məclisə, danışmaq istəyirsən. Bu həvəsi də Allah verir sənə. İndi elə bir informasiya var ki, sənə o informasiya lazımdır. Sənə bu dəqiqə Allah o informasiyanı ötürür. Ana dua elədi, ata dua elədi, ya bizim valideynlərimiz, yaxınlarımız kiməsə vaxt ikən yaxşılıq eləyib, bir qərib bir insan həyətdən keçəndə su, bir stəkan su verib ona, yəni Allahın dərgahında, yəni bir, baxıb da indi belə deyək, planetə bir dənə yaxşılıq, onun əvəzi olunmalıdır axı. Sənə bir dənə informasiya verilir, hansısa bir sənə xeyri bir məlumat verilir, sən neysə, ilişdin mərcidən, məsəl üçün, ya nə bilim, hansısa bir təzə gələn nəsə elədi, negativ, başladın qərəzi xodlarını, bloklandın, oturdun, qulaq asmırsan, məlumatı qəbul eləmirsən. Amma məlumat təzələnməlidir. Məsələn, internetdə səhifə yoxdur, Instagramdır, Facebook. Görsən, o abunavit eləməyincə, sən məlumat elə baxsan köhnədə, o neyinsə təzəliyirsən. Məlumatlar da belə, sən qərəzin olduğu xırda bir qərəz. Böyük bir fəsadlara gətirib çıxardar. Elə bir məlumatlar var ki, siz burada onu almaq əvəzinə almayasınız, qərəzi xodlayıb bloklamasınız, çöldə çıxıb onun fəsadı daha böyük ola bilər. Buyur, əlavə elə. Belə bir fikirlər yaranır ki, biz qərəz olan yerdə. Bu nə danışırıq? Bilsən, bu şəxsiyyəti qoy qırağa, bir dinlə gör nə danışır. O danışdığına sən qərəzlə vaxtlıca yanaşan zaman, o qərəz necə fəsadlara gəlib çıxardır, onun fəsadlarını sən mərkəz daxili yox. Təhlükələr səni gözləyəndə var, orada görürsən. Orada inanca gəlirsən ki, geci tezi var ki, həqiqətən də mənə o vaxt ötürdüyü bir məlumat var idi. Gərək mən onu qəbul edərdim. Allah verdikdə. Əhliman, aynı qardaşıma qulaq as. 3 il nə qədər ayıq qaldın da, maşallah, hə? Yəni, o az sürokdur da. Deməli, sənin qərəzin olmadı. Sənə, məsəl üçün, bax, izomünasibət başlayanda, izomünasibət başlayanda, sən hiss edirdin ki, səndə emosional yellənmə, kaçelyalar gedir, həyatında nəsə düz gedmir. Təbii ki, sən hansısa bir öndə gedənə, bir sponsorluğa zəng elədin, dedilər. Sən nə dedilər? Sən nə elədin? Qərəz görsətdin.
Sonu nə ilə nəticələndi? Gördün? Hələ də normal neçə ildir? Məsələn, 3 il nə qədər 14 gün yığmışdın. 3 il 14 gün yığmışdın. İndi sınıfda neçə müddətsən? Nə qədər itirdin? Bir il var. Girirsən, çıxırsan, 1 il yığırsan, 2. Nə qədər zülüm çəkirsən? Aha. Aha. 2 il, 2 ay, 2, 3 ay hesablayaq, ha? Bir dənə xırda, hansı ki sən orada, yəni söz, olub, bir dənə kapitulyasiya olub. Məsələn, olub, öndə gedənlər olub, uşaqlar olub, mənə yığıblar ki, belə. Demişəm, bloka at. Bloka at nömrəni, görürsən ki, sən əgər emosional düz eləmirsə, düzgün istiqamətə gedmirsənsə, sən vəsvəsədəsən də buna, adrejim istəsən. Sən elə bilirdin ki, bir dənə hay-huy ilə xoşbəxt olasan, görürsən olmadı. Bu da sənə nə idi? Çaşdıran səbəblər idi, azdıran. Sən də gedənə yığıb, əgər ona qərəz göstərməyib, əməl eləsəydin, çəkirsən də, hə, indi ki, peşmançı nə idi? Bir dənə knopka at da, bir dənə belə qırmızı, attın bloku, bitti. 2 il, 2 ay deyə zülüm çəkirsən, 1 saniyə çəkməz yon blok atmaq. O gün olmasaydı bu ayın 36. Gələ. Bax, canlı nümunə, bax, qrup terapiyanın xeyri, bax, gördünüz qardaş. Bax, bu da bu sualın canlı, belə deyək də, lordu, əfsanə. Xırda bir dənə qabaq, 2 saniyə vaxt çəkər, deyə qardaşım, 2 saniyə. Girdi bir dənə qırmızı bloka atdı, bitdi. Gördün nə qədər fəsad yarandı. Amma proqram avtomat Kalaşnikov kimi işləyir, qardaş. Proqram, avtomat Kalaşnikov kimi işləyir. Bu proqramda atechka yoxdur. Dınq buraxsın. Məsələn, avtomat necədir Kalaşnikov? Suya atırsan, çıxartdın, tutuq atır, torpağın altı. Bu da bu atechka buraxın. Sadəcə olaraq əməl edir. 3 mənə dürüst, hərəkət hazır, qərəzsiz. Oldu mu, işləyir proqram. Öz başından nəsə icad elə, yox, mənində başqa cürdür, başda öz başında labirintlər qurmağa, zigzaqlamağa, düz bir dava zigzaq, belə-belə getməyə, başda labirint qurmağa, nəsə də özü ağıllısa, o alınmayacaq. Buyurun, davam eləyək, qardaşlar. Buyurasın. Qızıl ortam nədir? Buyursun. Qızıl ortam nədir? Bu baxırdan hansı tərəfdə? Hara uyğunlaşır? Sağalmağa, nə bilim, dost tanışla münasibətə. Məsələn, gəlib düşürsən, görsən ki, hamı şeydir də qoş. Məsələn, içində belə kişi ilə də elə bir yerlər var ki, düşür eləməz. Sonra hamısı sən, yəni ab-havanda olan insanlardır. Buyurasın. Sən ab-havanda olan insanlar necə eləyəsən ki, sən burada qızıl ortamı tapasan, ya sağalma yolunda çıxmısan, qurutdur, addımdır, şaqdır, sağalma. Şəxsən mənim üçün, qızıl ortam illüziyadır. Mən asıl olaraq öz təcrübəmdən bölüşə bilərəm ki, mənim emosional durumum, hisslərim, fikirlərim an-ba-an dəyişən bir bu mexanizm an-ba-an işləyir. Saniyə İşıq surətindən də bəlkə bizim fikirlərimizin surəti. Qızıl ortam bu həyatda, yəni mən düşünürəm ki, ideal bir, mükəmməl bir nöqtədir ki, səndə hər bir şey ətrafında, həyatında stabillik. Qızıl ortam stabillikdir. Elədir, stabillik uzun kim necə başa düşür? İndi bir dənə sən qızıl ortam nə ilə bağlı demək istəyirdin də? Bunu veriblər də sual. Sənə kim verib? Personal verib də, hə, sual. Qızıl ortam. Stabillikdir məncə. Yəni necə əgər mən öndə gedənlərin digər ölkələrdə yeksalarını dinləyən zaman orada söhbət qızıl ortam əgər asıllarına bağlı söhbət nə gəlir? Sənin xəstəlikdən gedirsən, həyatı əgər normal şəkildə, sağlam şəkildə bərpa eləmək üçün eyni zamanda sırf proqramın fanatiki yox, amma digər vacib olan sferalara diqqət yetirmək üçün ailədir, biznesdir, bioloji sferada idman, sənin həyatında ən azı 50% vaxtını sərf eləməlisən proqramla sağalmağa, proqramla tələb olunan vaciblərə və 50%-ni diqqətini, enerjini sərf etməlisən digər vacib olan həyatında sferalara. Bu sənin öz həyatında bu planı, bu qrafiki, bu cədvəli qurub o cədvəlinə hərəkət eləyə bilərsən.
Əgər tutuzdurursansa, bəli, balans ya da stabillik bir müddətli əldə etmə olur həyatda. Yəni bu da vərdiş halına çevirmək olur. Bizim problemimiz vərdişlərdir. Asıllıq formalaşana qədər pis vərdişlər gəlib bizim asıllığımızı formalaşdırıb. Bu vərdiş halına sağlam addımı da daxil etmək olar. Başa düşürsən, sağlam hərəkətləri, sağlam hədəfləri, sağlam məqsədləri vərdiş halına salırsan, bu stabillik əldə etmək olar. Amma buna da zaman tələb olunur. Yox, ağsaqqalın bax təcrübəsi. Qızıl ortam nə demək? Necə başa düşürsən qızıl ortamı? Zalata Sridina. Qızıl sahəsi. Aha. Aysa, o da qızılın qiyməti. Aysa. Aysa, oğlum. Stabil də, balans. Balans. Ona görə deyirəm ki, həyatın balansı salmaq üçün həyatın hər bir sahəsinə bax. Məsələn, insanlarla mübarizə, münasibətdə olmalıdır balans. Ailə ilə, sağalmada, həm idmanda, dində, bəli, hamısı balans olmalı. Nə çox yuxarı, nə çox aşağı. O belə. Çox olsa narahat edəcək, az olsa da narahat edəcək. Ortada oldu normaldır. Başqa suallar? Buyur qardaşım. Atmamaq üçün? Atmaq üçün. Atmaq. İstifadə ilə bağlı fikirləri başımdan necə atım? Birinci növbədə istək deyirlər də, buna deyirlər tiaqa. Can? Qaqaş təzə gəlir. Necəsən mən? Allah kömək olsun. Peşman deyirsən gəlməyə. Gəlir, hə? Çöldə bariqat, kanal, manal, nə var, oturub, hamıya salam. Mən təzə gələndə elə bilirdim şeyə düşmüşəm, dini sektaya. Axırda kimsə yandıracaq ortada. Aycan. Bağla. Şu aparnadı çox. İstifadə ilə bağlı fikirlərdən necə qurtulub? Gedir təzdən, zapis gedir. Gedir. İstifadə elə ki, bax birinci növbədə reabilitasiya nəyə görə bax. Mən sizə bir dənə nümunə gətirdim. Srok yatmışam, türmə yatdım, xeyirək 1-2 ilə yaxın, çıxdım çölə. Onda da indi tiaq olmasın deyəndə köhnə narkotiklər vardı. Onun spesifik bir dənə iyi var. Gerainin belə interesli bir dənə iyi var idi onun. Mən bir dənə işə düzəldiblər məni. Sonra srokdan çıxmışam, bomba kimi evdə manipulyasiya eləmişəm ki, namazı. 3-də 1-dən məni dartıb çıxardıblar. Komendatura, qızıldaş, mızıldaş çıxmışam, işləyirəm ki. Mən burnuma bir dənə iyi gəldi, bırak. Bax, onun spesifik iyi. Mən düşmüşəm, zavod tikirlər. O zavodun həyətinə deyirəm ki, burada kimsə bu temanı pişirir. Mən onu anamları tapmalıyam. Fırlaram, bədəmdən bir dənə su gedir. Uzaram yerə. Qışqırmaq istəyirəm, nə. Oxşum oyun çıxardım. Axırda gəlib görürəm nədir. Deməli, zavodu belə şeylər var, panellərdə içi penafason. Sən demə orada svarka eləyirlər. Həmin o iyi, o qoxu onu verib, mənə gəlib tiaqa. Buna deyirlər asitsativ tiaqa. İyinə. Mən məsələn indi bilirəm də onu o vaxt. Təsəvvür mən oradan çıxıram, bu çirkəli mən, kanal zadı yox. Gedirəm bomba kimi işdən çıxan kimi, oturam pivə üstündən, yüngül. Başlayıram bunu davam eləmək. Amma reabilitasiya nə öyrədir? Deməli, istifadəyə fikirlər 3 cür olur. Bir olur, sənə asitsativ gəlir. Asitsativ necə gəlir? Musiqi ilə, hava ilə. Məsələn, mərkəzi çıxandan sonra, bura ömürlük görək, buradan hamınız çıxasınız. Bir dənə mən qalacam burada. Hamınız gedəsiniz. Bu nə baxır, necə gedəsiniz buradan? Beyninizlə necə işləyəsiniz? Çölə çıxandan sonra, qış periodu başlayacaq taxta kafelər, nə bilim, restoran zad atmağa başa. Tap-batap şəkillər. Bu sənə asitsativ hava ilə verəcək. Məsələn, adı bir şey, mən meyvə yedim, ayıq amma heç bir şey istifadə edirəm. Məsələn, əncilin sezonu. Əncil yeməyi yedim, mənə o vaxtı ikən istifadə vaxtı yediyim, mənim ağzıma gələn tamın mənə verirdi, qardaş istəyir. Musiqi ilə, maşınla, nə bilim, insanlarla, ərazilərlə. Bir də gəlir açıq tiaqa. Açıq tiaqa. Gördün, istəyirsən fiso. Gördün, məsələn, duz görürsən, bağlı, dank sənə açıq tiaqa verir. Amma adım çəkirsən, narkotikin söhbət edirsən, açıq tiaqa verirsən. Bir də var gizli tiaqa.
Gizli çaqa necə gəlir? Gizli çaqa triggerlərdən yaranır. Gizli çaqa. O dərhal ola bilər ki, sən Reabilitasiyanın içində nə ilə gəlir? Birinci növbə evlə, ailə ilə, uşaqla, çerez mamaşa. Mənə gəlirdi çerez anam, çerez övladım, uşağımla gəlir mənə çaqa. Girmişəm, mən deyirəm, mənə qardaş, buraxın. Mənim uşağım məktəbə gedir, mən onu dərs aparmalıyam. Çaqa qopartmaqdır da, yəni, sinusyan dartır. meyl. Bax, sənin həyatının, bayaq razılaşdıq da, hamımız sadaladım kimdə, iş adamı dördüz, bina tikən dördüz, nə bilim, hərbiçiliyə, nə bilim, idmansız at dördüz. Deməli, problem var da, hə? İndi oturmuşuq burada problemi həll edirik. Bu problemdən bizi qopardan hər bir şey prosesdən. Cəqat, istəkdir. Ay, mən gedim, çöldə kreditim var, onu ödəməliyəm. Bir o dəfə deyir, tavanım var, tavan ödəməliyəm, çönəcəm. Həyat çönüb, bura. Ümumi həyat alt üst gedib belə. Ailə, uşaq dağılıb, ana ölüb, nə bilim, ev satılıb, bir dənə balaca putkada yaşayır. Həyat çönüb. Bu belə həm tamam fikirləşir, tamam çönüb. Sən həyatın çönüb, tamam da çönsün, nə olacaq ki? Belə baxanda. Görsən, bax, şu nətər narkotik istəyər, gör, gizli, ona necə girib? Dinə, əlavə elə, gizliyə. Gizli neynə də o biraz risklidir ayaq üçün. Gizli sразу bir yerində bir özə vermir özünü. Gizli təqil necə alır mənimdir. Elə podxod eləyir insana, sağlam düşüncə ilə. Abida ilə, evdəkilərlə, atıb bura, özləri kef eləyir. Çağaya bax, ha. Və yaxud da narkotiklar danışıqları, narkotik düşüncələri. Deyir, birinə proqavar edirəm, deyir, yazı yazan bilən, deyir, şair deyir, kimeyxana zat deyir, deyir, mən Rusçanı görürəm, belə elə, mən ağaçdan, əfsöyə gedirəm, çıxmaq istəyirlər, indi deyirəm. Deyirəm, baxıram qollarına, deməli, bu adamın deşikləri var, sümüyə kimi. Deyirəm, cəmaat damara düşmək üçün 7 il universitet oxuyur, sən gör sümüyün eşəliyib arasında kapilyar tapıb orada düşüb berixod tutmaq istəmirsən. Mən sənə deyirəm, bir dənə Ruskadı yaz, gör buna nədər gəlib, gizli çağıya bax, narkotik istəyinə bax, gör necə gəlib buna. Adam sümüyündə kapilyar axtarıb, şeylə, Brownla, insulinlə. Buyurasın. Burada və indi. Saat bəs niyə bağlı? Bağlamışsın bunu. Burada və indi. Qaytarsın özü burada və indi. İtok. Sən meyil edəm, bura erməni əsiri deyil. Biz faşist deyirik, erməni balalar deyirik, yalnız Azərbaycanlı balası. Belə itok otursaq, axtarsaq, hərəmiz bir-birimiz oxuş tanışlarımız da var. Yəni bir yerdə xeyrə də, şərə də olacaq da, yəni görüşəcək. Bura ömürlük deyil. Bura bitəcək. Baxır, bax, məsəl üçün deyəndə, mən övladım üçün darıxdım. Mən başa düşürəm, bura. Sıxılmalısan. Bu insana xas olan hisslərdir. Sıxılma da olmalıdır, darıxma da olmalıdır. Amma səbəb var axı, qaqa, mən burada niyəyəm? Bayaq dediyim kimi, sən qızıl, indi adını çəkmirəm, deyim, çumda normalni qızıl yığıb orada seyfin açarını bağlayan yerdə gəlmədin ki, bura, hə? Düzdür mü? Və problem var da. Problemi necə həll edir? Deməli, sən problemi həlli yolundan səni dartışdıran hər bir səbəb tiaqadır, gizli tiaqadır, bura. Narkotiksə sıxılmadır, şu sıxılma yol vardır, gəldin, oturun, söhbət edin, çay, siqet çəkdi, özünü qaldın, çıxdın, həyətdə gəzdin, nə bilim, söhbət edin, idman edin, hansısa bir maraqlı bir şeylə başını qatdın, telefonu götürdün evdəki, yaxşısın, mən də yaxşıyam, sən necəsən? Elə olmur evdə, deyirsən, evə düşəcəm 50-dən, söhbət danışan, siz necəsiz, yaxşıyam, mən də yaxşıyam, mən də yaxşıyam, siz də yaxşısınız, 10 dəfə o sualı versəm, nə var ki, başqa nə danışacaq ki, nə qoymuşuq ki, nə danışaq? Nəyin açotunu, nəyin absurjeniyasını eləyəcək? Yəni, sən yaxşısan, mən də yaxşıyam, mən də yaxşıyam, sən də yaxşısan. Bunun oldu söhbət bitdi, 2-3 cümlə. Elə deyil, amma zato bax, o çağı gələndə, ev üçün. Mən oturdum, normalde bir beynimdə şeylər qururdum ki, mən o uşağımın yanında olmaq üçün bir ömür məndən utanmasın da, qardaş. Nə eləmişəm? Mən övladımın alnına peçatı vurmuşam da, bura. Narkoman atası peçatı alnındadır, dostum uşağım. Biz deyil, bəlkə elə deyil. Cəmiyyət necə baxır ki, atası narkomandır, övladı da kimdir? Narkoman ananın qızı. Nə bilim, həyat yoldaşıma deyirlər ki, narkoman ananın həyat yoldaşı. Narkoman ananın anası. Elədir, bura. Biz başımızı soxuruq, çöldə, torpağın altına elə bilirik ki, mənim həmişə anam da mənə deyirdi onu ki, belə dövr olur, deyir, mən neynirəm, hər şey deyir, bala, başımı salmısan, deyir,
O Bunun üçün. qumun içinə deyir, bir yerin qalıb çöldə xəbərin yoxdur deyirsən. Ay sağ ol da. Belə olub da qardaş. Mənim anama məsəl üçün deyirlər narkoman ananın anası. Peçat qırmızı bir dənə peçat alnındaydı. İndi bax, biz onu təmizləmək üçün buradayıq da İTOP. Gözəl məsəl üçün o hiss də fikirdir. Gəldi sənə başladı darıxma verməyə də, sıxılma verməyə. Onun burada instrumentləri var axı. Sənə verilir də darıxdın, sıxıldın, neynəsən də. Getdin baseynə çimdin, bir dənə oyun, söhbət, danışdın, güldün, sonra çıxdın. Sən, bax məsəl üçün, hər dəfə qon deyirlər də, bir var özünü analiz, bir var özünü yemək. Tiyaqa məsələn, gizli tiyaqa özünü yemək. Məsəl üçün, özünü analiz nədir? Bu fikir mənə gəldi. Bax, yenə, övlad fikri gəldi. Deyirəm ki, mən o övladın bir ömür yanındaysın, burada dürüst şəkildə hər şey keçməliyəm ki, mən bir ömür boyu o övladın yanında olum. Bax, mənim övladım indi çöldətdə, məsələn, o sıxılır, darıxır axı, atası yoxdur. Yəni, həm anam, həm bacı, qardaşlar, indi biz insanlar üçün darıxırıq da, məsələn, əsas indi səbəbi o gətirdin. Əşyalar mənim maşınım, adam var, maşını üçün darıxır. O heç də, o da var. İndi top, bax. Övladı indi nümunə çəkək, ya anam atan ki, qoy hamı başa düşsün də, ümumi götür. Adam var, heç onun maşını yoxdur, məsələn. Darıxır, amma mən uşağın yanında bir ömür boyu olmaq üçün, uşaq hələ məktəbi qutarmalıdır, onun paltar almalıyam ona, gələcəyinə, nə bilim, onu bir gəzməliyəm, o uşaqla vaxt keçirməliyəm. Əslində, mən həmişə, məsələn, bizim ata, bir də elə belə fikirləşin, ata bizim valideynlərin, bizim yanımda xatirələrimizə bir sənə qalır. Valideynlərimizlə keçirdiyimiz günlər, vaxt, zaman, momentlər. Heç mənim atam mənə 53, heç mən məsələn meditasiyada da olur ki, özünü harda xoşbəxt hiss eləmirsən, başlayırlar, indi meditasiya keçəndə gözünü yumursan və başlayırsan özü təsəvvür. Mən öz ailəmlə, uşaqlıqda, valideynlərimlə çoxunda mənə elə gəlir ki, elədir. Vaxt keçirdiyim şeylər qalır yadımda. Yəni, övladlar da elədir. Bizim də yaxınlarımız, əziz, indi balalarımızla, övladlarımızla o keçirəsi vaxtlar qalacaq. Mən indi oturum gizli tiyaqa ilə, mən gedim, uşaq başsa negativ olmaq. Və buradakı olan prosesidən kənarlaşırsan da avtomatik. Düşünmürsən axı onu. Amma sən burada nə etsən əslində, məsələn, uşaq yadına düşürsə, sən o uşağın yanında olmaq üçün, bir ömür boyu ona dəstək olmaq üçün burada. Görsən, sən burada və indi olmağa imkan vermir. Bunda korreksiyası nədir? Burada və indi. Söz bu qaytarsan. Qrupdur da, bir də görürsən, oturdum mən qrupda, çoxluzda olur. Dank, bir dənə nəsə düşdü ya da, filan kes. Sən necə, elə bir də adam düşür ki, çöldə heç ona salam vermirsən. İki toskaya görə qırırsan birini. Dank düşdü yadıma. Görürsən, hanadan ona, mənənin tinindədir. O birisi də ondan bir yerdədir. Görürsən, kanal vardı, filan kes. İşləyir o kanal, gedirlər. Bir də görürsən, qrupun ortasıdır. Sən qaqa, qadim kalırsan ki, Oba marketdən, nə bilim, aptekdən limon duzu zad axtarsan, beynində burada döyürsən, yalanma var, belə baxırsan, burada və indi döyürsən. Bir də özümü oyadırdım, ona mənə lazımdır, Allah onun da bəlasını verirsin. Sonra yönəlirdim danışan ağzının içinə baxmağa, özümü qaytarmağa. Çünki beyin təzə informasiyanı qəbul eləməlidir, köhnə informasiya, o informasiyalar, darinka, marinka, əli össət, nə filan ki, kömək oldu mən, Türmədə zatda hala getsən, ajizni, pajizni, eyni çeynəlmiş söhbətlər alab, o yaxşı oğlan, bu yaxşı, filan kəs filan vaxtı dedi, filan kəsə, nə bilim, filan kəs deyir, o ala, mənə lazımdır da o rəvayətdə, bu gic-gic söhbətlər. Reabilitasiya keçəndən sonra var idi da, sağalan var idi, sağalmayan var idi. Doludur, elə bir siz salınız ayıq qalasınız. Almıyorsunuz. Mən istəyərəm, mənim ürəyim, mənim böyük arzum ayıq qalsın. Amma çıxıb gedəndən sonra, söhbətləri eləyən olacaq. Mən avtomatik tuturdum ki, mən vaxt ikən, Varanokda türməyə gedəndə məhkəməyə, bunun kimi bir dənə danışan vardı, ağzına gələni qiymətləndirirdi, ajizli, pajizli, boş-boş danışır. Uzaq mən. Başlayırdı, o birisi danışırdı da, qərəzlə zadına, negativ də, bayaq dedim, yadıma düşürdü, zığda mən Kurilkada siqet çəkəndə bunun kimi, bu tempdə, bu stildə danışan bir dənəsi var idi. Bu mənə xeyri aparası deyir. Dank biliyorum, bir dənə qaqaş danışır, normalni, bu qədər istifadım olub, ayıqam bu qədər, nə bilim, iş görək, bunu eləyə, onu eləyə. Dedim, söyle, qaqaş, sən nə? Təzə informat, köhnə çeynəlmiş informasiyalardan uzaq. Beyninizi hər dəfə təzə, burada və indi olmaq. Gizli tiyaqqalarda belə gəlir. Düzdür qaqam, əlavə var? Yox. Çox danışdım, mən izlədim. Hər şey öz vaxtında gözəl, yəni. Buyurun.
Tiyağı benlik yoktur. Nəndə olur, bir neçə olmur. Narkotik təmi gəlir. Olsun. Bəli. Yox, sən açıq gəl. Tiyağı Sən açıq gəl. Açıq gəl. Tam Amma gəlir. narkotiklə gəl. Çerez yox da. Məsələn, deyirək qardaş düz gəl. Çerez gəlmə. Bu da bu xəstəlik də belədir. Bu sənin promo açıq gəlir. Bəli. Tam gəlib ağzına, ondan da tiyağı gəlir. əməli başlayır ki, istifadə edir. Bax, indi onun hərənin öz instrumenti var. Bax, hərənin var. Məsəl üçün, adam var, oblivion işləyir. Biri soyuq su işləyir, adam var onu işləmir. Mən ən çox namaz, ibadət işləyir. Başladım namaz qılmağa, zikr edib, çox. Bax, hərədə bir cür. Adam var namaz, ibadət, adam var proqavor, etiraf edir, çıxır. Adam var oblivion olur. Adam var evlə danışır, dəyərlərinin yadına salır. Hərədə bir cürdür. Məsəl üçün, insanlar özləri fərqli olduğu üçün düşüncələr də fərqlidir. Mənim başa düşüb ayıq qaldığım bir şey, sən başa düşüb ayıq qala bilməzsən. Məsəl üçün, Ağasəlimin başa düşüb özünün ayıq qaldığı bir şey var da, onu mən başa düşsəm, mən ayıq qala bilməm. Ona görə bu tiaqanda o instrumentlər var, hərənin bir cürdür onun, fərqlidir. Sən bunu nə qədər ki, var, reabilitasiyanın daxilindəsən, onları tətbiq elə, hansı sən işlətçil ondan da tamam. Çölə çıxandan sonra çöldə də gələcək də tiaq. Buyur əzizim. Если каждый человек индивидуально, почему каждому? Şesmesinizdəki əslində 1 ildir, 4 fəsildir proses. 4 fəsil. Почему в изоляции 6 месяцев, да? Почему, ha? Əgər proses... İndividualno это мысль индивидуально, а наркомания ты вену да потреблял. Kuril. Kuril da, ну da. Belə deyək də, bax. Niyə bəs? Sən həyatın bayaq sadaladığın sferaların dağılmağı var ha. Eyni bir şey oldu da, səndə Kayfeli ilə gedib çempion oldun. Yəni orqanizm baxıram, səndə də arıqlamısan da, zəifsən də. Yəni istifadə elə lomkaya düşdün də səndə. Bir bizneslə məşğul idi, amma Nə alınmadı. biznes? Şəxsi biznes qurmuşdu. Neçə ayda burada? Qardaşımız ay yarım. Davidin tanışıdır. Hə. Я проверяю про то, что есть еще сравнительно. Месяц, Aha. то есть каждый человек индивидуально, почему? То есть говорят, что здоровые мысли приходят. Здравомыслие. Da. Здоровые мысли приходят у первого, кто прошел процесс, через 3 месяца только. А вот тот, кто прошел этот процесс ранее, Bax, mən əslində deyim necədir da proses. Mən 6 ay, prosto necədir də, bax. Azərbaycanda reabilitasiyalardan bir dənə qaqaş çıxdı o vaxtı. Dedi, sırf 45 gün zat, zat, ora-bura. Boşun bunu saldı cəmaatın beyninə. Əslində mən necədir, bax, adam sırf elədi, çıxdı ya. O təzdən gəlib 6 ay proses keçməlidir. 6 ay proses keçməlidir. Şu. Çünki necədir? Yəni bu, hanı o qardaş ki, Allah verdi iddiadır. 50 əhlimə. Bax o məsəl üçün 3 ay, əgər 3 il 14 ay, 14 gündə, 3 il 14 gün ayıq qalıbsa, gedib istifadəyə 1 ay ərzində gəlib giribsə, hə ona 3 ay işləyər. 2 ay, 45 gün işləyər. 3 ay işləyər. O da yenə də individualdan. Amma bunu ki mod qalıblar, mod. Mən dəyişəmirəm da. Onun qabağında ya kapitulyasiya eləmişəm. Gücsüzəm. Mənlə olsa vəhşiyyət çox saxlayaram. Amma bu proqramın gedişatı var. Bax, sənin bioloji sfera qaydasına düşməyi, sənin psixoloji durumun qaydasına düşməyi, sənin mənəviyyatının oyanmağı, inkar mexanizm qırılmağı. O məsələn, adı bilsən, mən bizneslə məşğul, ya primal topologya, narkotik, tuda, suda. Yəni, nə biznes? Çöldə, bəlkə biznesmen idi. Problem bölmədən gətirib. Bölmə tutmuşlar da, deyəsən, qardaş. Az qalmışdı. Hadi gedirdin sıroka da, bırak. İtok. İtok, yəni sənin qeyri-adı bu qardaşlardan Florist. Gül zat yemalarına, gül. Sən həm inkarın qırılmıydı, bırak. Sən həm inkardasan. Atritsaniyadır ki. Bir dənə fırlanıb arxaya, məsələn həyatı var. Bir dənə qaqaşıva qulaq. Neçə yaşın var? Сколько тебе? 38. Да? Да. Все, ты смотришь назад. Если у тебя в жизни не было бы никаких легких, тяжелых наркотиков, у тебя как бы прожил свою жизнь? Да? Качественно прожил бы, да? И тем более родные у тебя вот это все безумие не видели, да? Как ты там, марафон твой.
Rival sizlerlikle. Doğru, deyir. Atrisanyo. Şesmesi əslində 4 fəsildir. 4 İştirik sezona. sezon ola. Payız, qış, yay dəyişir. Əslində bu o qədərdir. Prosta bunu 6 ay qapalı. Bunun 3 ay, 4 ayda çölünən də ki 1 il olsun. Bax məsələn necədir? Mən qar yağanda, qarda sneg, mən ayıq yaşamağın yolunu unutmuşdum da. Qarda mən qardaş ancaq ya tutarağı dadan qoymaq üçün qızı o başı xamırı dilləri ondan o çəkmə araq, sonra yığıldı xəncərlə zadla mıxladı. Sonra mən ondan başqa həyat bilmirdim. Unutmuşdum. Mən bilmirəm necə qışda toya gedib necə ayıq toyda oturmaq lazımdır. Mən yadıma gəlmir. Unutmuşam mən onu. Yayda yığıldıq qarpız, marpız, pendir, getdik dəniz qırağına. Ən azından yolda bir dənə yüngüldən vurmadınsa bu nə həyatdır, bu nə yaşayışdır, Allah. İndi sən təsəvvür elə, narkotik atmaq asan deyə, narkotiksiz, içkisiz həyat yaşamağı yaşa görüm, ürəyim mənim, canım cigərim, görüm necə yaşasan. Təsəvvür daimli yol çıxmısan, ayıq başına maşın sürürsən. Hə? Nötr ola, 3 saat, 4 saat ayıq maşın sürmək ola. Elə şey ola. Oturub, yağlı yeməyinə bir dənə çatpa vurmadın, badımcan turşusundan bir dənə iynəmədin. Elə həyat ola. İndi gəl bunu yaşa. İndi bax, sezon məsələləri nəyə görə? Fəsillər var da. O fəsillərdə sən bunu yaşamağı bilməlisən ki, sənin orqanizmin oturuşsun. Buyurun. Suallar. Buyur qardaşım. Nə var? 21 tövsiyənin vacibliyi. Az. 21 tövsiyə. Bax, elə bu 21 tövsiyə bir dəfə gələcəm, sizə leksiyasında keçəcəm bunu. Belə YouTube-da var, biz də indi qoyarız uşaqları. 21 tövsiyə əsas, bayaq dedimi, narkotiksi tərcih etmək, polibom heç kim eləmir ki, burada içki, narkotik, neçə ayda hərəm eləmir. Görürsünüz? Normaldir, hə? Belə itoq, yəni ev sıxılma, darıxma, arada o fikirlər gəlməsə, belə diskomfort görürsünüz ki, məsəl üçün də adi bir şey, günüm tualetdə keçirdim. Yəni, onu istifadə eləmədin, nə yemək yeyə bilirsən, nə ayaq yoluna gedə bilirsən, nə bilinə oturub danışa bilirsən. Görürsünüz, normal şəkildə yemək də yeyirik, gəzirik də, evlə də danışırıq, görürsən, müəyyən sağlam fikirlər gəlir, məsuliyyətlərimizi də yerinə yetirir də, xırda-xırda da olsa, hə, hamısı yoxdur ki. 21 tövsiyə səni öyrədir, risklər var. Sənin həyatında səni istifadəyə apara bilən risklər var. Məsələn, ən çox istifadəyə gedirlər, qardaşım. Müəllim, nə ilə gedirlər ən çox? Yupqa ilə da. 90% istifadələrin çoxu gedir. İntim münasibətlərini. Çox. İntim, asılı, emosional bağlılıq, bir də emosional asılı bağlılıq bununla gedirlər. Sonra sərhədlər, pul sərhədləri. Ən çox gedirlər sopatrep, yəni səninlə istifadə edən çoxu necə nümayişkarlığın alsı, bomba kimi düzəlmişəm, gedim nə görsünlər qaqavını. Getdin, bir gün, 2 gün, ayıldın ki, bunlarla bir yerdəsən, yenə istifadə edəsən. Ərazilər, istifadə elədiyin ərazilər, həmin ərazilər səni apara bilər. Bunların hamısı 21 tövsiyədir. Bunlar səni ayıqlıq və təmizliyi və barmaq eləyə biləsi risklərdir. Bu həmin o 21 tövsiyəyə əməl eləməsən, gedər içki məclislərinə, toya, yasa getməməlisən. Mübahisə eləməməlisən. Konkret görürsən ki, evdə adi, doğmanla onunla, görürsən ki, mübahisəyə doğru gedib. Anam xoddanı bilir ki, bir dəqiqə girəcək bir-birimiz. Neysə, bir dənə stop versən, kapitüləsə, onu yaratmırsan. Bunlardır, yəni bunlara əməl eləmək. Əlavə var, məndən əlavə elə. Ayıqlıq, o da bir məsuliyyət tələb eləyir. Yəni, prosta evdə oturum, heç nə eləməyim, o deyil. Bu boşluq hissi onsuz da gəlib, emosional dibə gəlib çıxardır. Yəni, ayıqlığı qorumaq üçün onun da öz məsuliyyəti var və tövsiyələr var ki, sən onlara ən azından riayət eləməlisən. Başa düş. Ona görə ki, Anar mənim dediyi kimi, riskli faktorlar olur ki, sən gəlib elə bir yerə çatasan ki, önəm verməyəsən bu sərhədlərə, önəm verməyəsən tövsiyələrin vacibliyinə, lazım olan yerə getmək lazım deyil, sən çıxıb gedirsən, lazım olmayan... İşdir, indi yadıma düşdü. O gün, 8-9-cu ayda adamın baxıram, deyir,
işləyib, sonra mən gedirəm işləməyə. Deyirəm, qardaşım, mən sənə baxıram, sən bununla söhbət elə. İşləmə. Deyirəm ki, nə üçün işləmək istəyirəm ki? Baxın da, məqsəd, niyyət var. Deyirəm, nə üçün işləmək? Deyirəm, heç də cavan uşağam, ora-bura, otelə qızla getmək istəyirəm, bazlıq eləmək. Dedim, söhbə bağlandı. Sən əgər desə ki, mən işləmək istəyirəm, anamı, atamı həkimə aparmaq istəyirəm, nə bilim, evdəkilərə kommunal ödəməyə, hansısa bir bazarlığa ziyan vurmuşam da, bunlar sən niyə? İçir ucu, bura. Sonucu yoxdur. Yəni 10 nəfər ona abratlı svaz verdi, qardaşım. Bağlı neyiniyə bunu? Bu bitdi də ikinci mərmə neyinə? Bunu belimə bağlayıb gəzdirməliyəm mən. Yoxsa belə dünya var şu ümumiyyətcə. Sən bir ömür boyu kimisə atsan çiynivə, həyatın o çətin enişi, yoxuşuna aparsan özü dağla dərəyin. Mənim özüm canımla əlləşən adamım mən. Mən özüm birtər bircə babayla pravir. Kim olur? Mən sadəcə olaraq sənə tövsiyələr verirəm. Budur tövsiyədir. Görsən, olsa 21 məcburiyyət. Tövsiyədir. Əməl eləsən, ayıqalma. Eləməyəsən, qəmincə. Ya öləsən, ya tutulasan, ya da bir dənə xəstəlik tapıb ömrünün axırına kimi yatassan, patkapilnitsiyim, belə. Sistem zat qoşurlar. Buyuruz. Onun üstünde var teşkil. Я тебе Даже тебе на английском найду, брат. На арабском. одна рекомендация по Самое главное, что если ты хочешь это читать, все мы найдемся. Нету? будет. Все же он заказал на русском, да, уже? Да, сегодня он заказал. Сегодня скоро Предоставим будет. как надо. Unutmayın ki, bu tövsiyələrə riayət etməyən insan həqiqətən bədəli var da, yəni bu icazələr var ki, sən ciddi qərəzlə yanaşırsan bu Qardaş, anamız bizi ikinci dəfə doğası döyürüyor, bura. Allah'ın. Mənim anamın 70 yaşı var, bura. Siz də daha üzr istəyirəm, ayaq yoluna güclə gedir, bura. O indən belə anar doğasıdır. Все, bura, gəldi bura, o indən belə eləyəsən, normal həyat yaşayırsan. Eləməyəsən, çürüyəsən. Xəstəxana, həbsxana, ölüm. Türmə, nə qədər adam kişilərlə yatıb durar. Bezmədiniz, 2 mərtəbəli kravatların altında adam nə qədər yatar. Sağa çevirirsən kişi, sola adam nə qədər oteletdə tualet gözləyər. Bezmədiniz, bezmədin, nə qədər adam tualetdə oturur. Hara getsən, səhər padyom, tualetdə oturursan, tualet gözləyirsən. Nədir, bir dənə əş eləyəsən, bir dənə piş eləyəsən. Oturursan saatlarla tualet. Reabilitasiyada da arada elə olur. Bir dənə ayaq yolu otelet. Türmə, nə bilim, sutka deyim, məşdağa deyim, zığ deyim. Adam nə qədər arada ayrıldım ki, qardaş, mənim ailəm uşağım var. Mən bu kişilərlə nə qədər vaxt keçirəcəm? Sağa çevirirsən, kişi sola çevirirsən. Uqlavoyda yatmaq üçün, nə bilim, saçında saç saxlamaq üçün pul ödəyirsən ki, başı keçal eləməsinlər. Telefonla danışmaq, hara getsin. Haçana kimdir? Bunun bir itoğu var da. Şirin yiyirsən, acı kusursan. Buyur əzim. Yox, o səndə əgər burada və indi dörsə, mən fikir verirəm ki, sən biz danışırıq, qulaq alsın. Bir də bax, məsəl üçün, Ağdaş qaqam adı nə idi sən? Ağali. Bax, bunda var idi. Bu bir də görürsən ki, oturur, belə baxsan ki, sənin qulaq alsın. Bir də gördün, Ağdaşdadır ki, tut yığır ağacdan. Biz onu tutanda, burada və indi olmayanları, onlara saat verir, bağlayır, burada və indi qışqırır, yarım saatdan bir funksiya. Burada və indi olursan, yoxsa gedir fikir? Çox qeyd elə, interviziyada qardaşı burada və indi verir, yarım saatdan bir. Buyurun, nə suallar? Buyur, qardaşım. Sırba nə arasında? Sənə sırba, Olsun. nələr aparaq? Birinci növbədə öz başınalı. Bu düzdür, şablon deyə çıxır öz var. Bayaq dediyim kimi, öz, baxın, bu başdır, bu da çiyindir də. Bu başın üstündə daşıdığım, bu çiyinlərin üstündə daşıdığım bu baş, deməli, əgər mənim indi 45 yaşım var, 40 yaşında mənə gətirdi, çıxartdı reabilitasiya. Yəni, reabilitasiyaya çıxana kimi də müəyyən bayaq sadaladığım məsələlər var idi də, yəni. Deməli, bu öz başım məni düzgün istiqamətə aparmır. Bayaq qardaş, maşallah. Proqrama öz başlanlıq eləmədi, 3 il, 14 gün ayıq qaldı. Bir dənə emosional vəziyyəti korlandı, buna tövsiyə verdilər. Qulaq asmadı, neynədir? Qərəzlə də öz başlanlıq. Elədi, sonu gördü, istifadə. Vahşi ümumiyyətcə bizim xəstəliyimizin kökü öz başlanlıqdır.
Mən öz başınalığı reabilitasiya da azadlıq kimi elə bildim, mən azadam. Ki, azadlıqdır da öz başına. Amma əslində elə deyil. Öz başınalıqla, axırı nə ilə aparır istifadəyə. Var əlavə edeyim. Və bir dənə o əlavə eləmək istəyirəm. Təbii ki, bizim davranışlarımız, düşüncə tərzimiz, düzgün analiz eləməmək bacarığı özü. Bir ayıqlıq bu sırva gəlmək, sırv eləməyə, ayıqlığın qırılması bir prosesdir. İlk öncə gəlir sənin emosional durumun, sonra gəlir kimyəvi qırılma. O kimyəvi qırılmaya qədər əgər sən bu prosesi tuta bilmirsənsə, yenə də anlamıram ki, həyatına öz başına başlayırsan, özün qərarlar verir. Mən bilirəm, mən bacaracağam, məndə alacağam, Məndə başqa cürdür. məndə başqa cürdür. Nə deyirsən də başqa cür? Uça bilirsən, ha? O başqa cür kömək eləməyəcək. Hə? O başqa cür ona görə ki, var insanlar ki, bu halları yaşayıb başqa bir insanın köməyi ilə bu vəziyyətdən çıxıb sırva getməyiblər. Amma sən öz başına qərarlar verə-verə seçimləri, səhv seçimləri. Özdə proses sırva istifadəyə necə gedir? Üzrüsə. Buyur. Sən başlayırsan izolyasiya olmağa. O məsəl üçün burada izolyasiya ola bilməz sizdə. Yəni necə? Belə fiziki izolyasiyada. Fiziki izolyasiya mümkün deyil, hə? Mən bilirəm, düzdür? Emosional başlayırsan izolyasiya olmağa. Necə? Sən buradakı gedən prosesi qəbul eləmirsən. Sən çəkildin ha, özün öz aləmdə. O simptom sırıqlarda nədir? Mən tədbirlər başlayır. İnsanlar başlayır səni sıxmağa. Bəli. Bu demək salamatlıq deyil. Ailə üzvləri deyil. Əslində məsələn reabilitasiyaya aid olanda çöldə də necədir? Ailə üzvlərinin, dostların başlayır səni sıxmağa. Sən nə edirsən? Sən bunlardan gələn informasiya, bunlar başa ümumiyyətcə suşistvovaniya deyək də, yəni bunların olmağı səni başlayır sıxmağa. Sən nə edirsən? Məsələn, adam atasından, anasından, dostdan, tanışdan, adidə hərəvizdən bir şey öyrəniləsi. Mən məsələn sizin hərəvizdən bir şey öyrənib xeyirli tərəflərə öz həyatımı dəyişməyə hansısa bir informasiya öyrənə bilərəm də, elə deyil mi? Siz də bir-birinizdən elə faydalana bilər. Nə edirsən? Sən başdan-başa cəmiyyətdən izolyasiya olmağa. Yalandan cisminca buradadır. Ya ruhun sən Allah bilir hardadır. Bunun özü elə sıxoy sırıqdır. Emosional var, sırıqdır. İzolyasiya olursan. Oxşu gedən informasiya, oxşu olan gedişatdan özünü izolyasiya edirsən. Mən özüm bilirəm. Mən bunu keçmişəm də. Çox vaxt sırvniklər deyir. Mən bilirəm ya. Mən keçmişəm ya. Bu nə qədər olar? Mən işləmir ya. Necə işləmir? Amma mən işlədi, sən nətə işləmədi? Ya elə şey var. Mən bunu yazmışam. Mən kimi qonçunun arkamana, mən kimi adamın işlədi. Mən dostlarıma qabilə işlədi. Qabil adam yəni, qabili istifadə vaxtı görsəydiniz, kim görür? Başı tanıyırsınız, Əhməd uşaqlar var sözdə. Gəlib gedirdin qaraja. Elə adam olar bura. Hə? Bizim o yaşadığımız oradakı period var. Nə arada möcüzə, möcüzə bu deyir. Dünyanın 7 möcüzəsi var. VCR Şehzad belə gəldi, piramida belə. Amma mənim ayıq qalmağım, Qabilin ayıq qalmağı, çox dostlar. Ağasəlimin bunun ayıq qalma möcüzə deyir ki, 8-ci, 9-cu, 10-cu möcüzələr oturub qarşımızda. Nətər oldu? Bu proqram elədi. Nə elədi ki bizi? Pul eləmədi, maşın eləmədi, həkimlər eləmədi, türmələr eləmədi, sıroklar heç nə bizə qarşı xeyir eləmədi. Nə gəldi? Reabilitasiya, sadəcə dilimi qoydum qarnıma, qarşımda 40 yaşım var, qarşımda 25 yaşımda uşaq. Nə dedim, baş üstə elədi. Dedilər, filan şey var, baş üstə. Nə dedilər, düşdüm dağıca, əl çəkmədim. Düşdüm bir dənə reisif, həyatımı qurdum da. Yoxsa ola mən ağıllıyam, məndə başqa cür deyir. Mən qeyri-adıyam. Qeyri-adı nə? Uça bilirsən, göyə. Göyə basenda su var, üstündə gəzə bilərsən. Ya sənin əlində jezl var, belə danq vurursan, dəniz aralanır. Kilavek amfibiya, girdin suya, danq çıxdın Atlantik okeanına azal. Yoxdur da, burada. Hamımız eyni düşüncə, eyni kafada. Əlhəmdülillah, hamımız narkomanıq. Yəni, qeyri-adı nə var ki? Qeyri-adı nə var? Ya atom bir dənə kimyəvi elementlər gətirin, bir dənə parçalayın, burada atom nüvvəsini icad edin. Mexanizm var, algoritm. Vahşi həyat nədən ibarət? Allahın, indi İslamı deyək də, bu algoritmə yaxın olan İslamdır. İndi ərəblər onu da icad edib. Algoritmlər var. O algoritmlər getsən, bir dənə qapı açılır. Dank, getdin, bir dənə qapı açılır. Yavaşca getsən, bir dənə. Amma belə üzvə hər bir sahədə, yəni orqanizm, cəmiyyət,
İnsan hörmət, izzət. Məsələn, mən bu dəqiqə çalışdığım pul para üçün deyil də. Yəni dünya malının başını buraxır. Dünya mal boş şeydir. Bir gün var, sabah yox. Yəni çalışdığım o şeylərdir ki, yəni ən azından mənim cəmiyyətdə olan statusum, hörmətim, izzətim, yəni sayılıb seçilən bir kişilərdən olur. Yəni bu dəqiqə mənim ustanovkam odur. Ora doğru gedirəm. İstəyirəm ki, qardaşlar, yəni o çox şeylər var da. Qatılsın bizim komandamıza. Belə şeylər. Buyur. Buyurun. Başqa? Suallar qaldı. Yoxdur sual. Нет у тебя вопрос? Без вопрос? Все знаешь, да, Тумов? Все знайка. Какие? Все знайка? Я знаю, что я Не ничего знайка или все знайка? Я могу все знать, если я об этом не знаю. Да, все. Sonra. Suallarım. Bitti suallar. Bitti sual. Allah. Buyur mənim əzim, əlavələr. Xırda icazələr. Xırda yalan. Düşün bir dənə, kim görək, düşün bir dənə siqaret tutuzdurum. Girim bir dənə tualetdə qorxa-qorxa. Yəni bir pəncərədən bir dənə çölə üfürüm, tutulur. Dürüst. Pozdu ne bura? Təmizliyi pozdu. Hər şey xırdadan başlayır. Yalan, niyə yalan danışır? Qorxursan bura. Qorxaqlıqdır, bura. Yalan danışmaq sənin qəlbinin rahatlığın pozur. İnsanın hər qəlbi, bayaq deyirəm, dünya malın başını buraxmır. Sənin qəlbin rahatlayır, sən qorxu, hürkün həyat yaşayırsansa, bura. Sən bir onu düşünür, mən bilirəm, siqetçi, belə oturdun kişi kimi, normal, kül qabıya vura-vura qaldı, praqabaya çəkdin, qalxdın. Yoxsa qorxa-qorxa belə pəncərədən üfürdün, siqetdə tulladın oranın, cibində dezdalat nazardan vurdun içəridə, elə siqet çəkməkdir. Yəni, bu reputasiya da belə başlayır. Nə bilim, rabota yazın, qorxa-qorxa itələdin, getdi, nə bilim, günün yekununda hiss, şablon ondan köçürtdün, bundan köçürtdün. Bax, xırda icazələr verdin özünə. Sən reabilitasiyanın içində icazələr verdin özünə. Hamı həyatda xoşbəxt yaşamaq istəyir. Həmişə bunu təkrar edirəm. Qardaşım, xoşbəxtliyin açarı dürüstlükdür. Özündən dürüst ol. Qorxusuz, hürksüsən, qorxmasan, heç kimin qabağında boynu bükülü olmasan, sənin qorxun olar. Biz öyrəşmişik axı. Qorxuya bax, bariqaya sən çatmaz qorxusuna bax, qorxuya bax, hala. Mən bilsən nədən qorxurdum? Yatmaqdan. Axır period mənim o qədər dozam, o qədər orqanizm pis vəziyyətə düşmüş ki, mən dozanı eləyirdim, bura, bir saat yatdım, durdum, bura, yenə lomkam gəlirdi. Bura, qorxurdum ki, mən, qorxuya bax, bura. İnsan, məhəllədən keçərəm, postpatrul məni görər qorxusu. Mən yalan danışaram, məni tutarlar. Bax, icazələrə bax, özünə bax. Görsən necə? Gəlmişsiniz burada da. Bax, burada yoxdur da, pul yox, maşın yox, bazlıq yox, nə bilim, restoran, kafe, içki, narkotik, heç nə yox da. Baxsan, neyinsən? Başqa obyektlər dəyişirsiniz. Nadürüstlüklər, yalanlar, icazələrə bax, xırda icazələrə. Qorxursun, düşdün, siqeci. Günün yekunudur, bura. Polibom ondan köçürtdün, yazdın, ya bundan ki, ya idman tellərində yalandan o birisindən sənə elədim də. Amma sənin özün üçündür, bura. Özün üçündür, sənin bunun dürüstlüyün üçündür, sənin o daxilində olan mexanizmin inkişafı üçündür. Sən burada, bax, həyatında 6 ay ərzində həyatıma bir neçə dənə sağlam vərdişlər yeritməsən, mümkündür. Sən bunu gedib çöldə vaxtında yatıb durmaq, vaxtında qidalanmaq, ibadət, idman, kitab oxumaq, bunların arasında gör nə qədər sağlam, özünü düzgün analiz edin, bir ömür boyu heç kimə qərəz olmamaq, bir ömür boyu heç kimə mübahisə eləməmək, yəni bir gün üçün yox, bir ömür boyu öz dostuna. Elə insanların asıllı olub, gedib içkidən, narkotikdən əziyyət çəkmə ehtimalı var, sıfırlanır da ehtimal, yəni sıfırlanır. Bunları davam elə. Burada öyrənir. Baba, bu icazələr də odur. Xırda, telimdə 20 dənə jimin yerinə bir dənə icazə verim. 15 dənə verim. Belə. Çox da bezir. Bir dənə siqaret paylayın da qardaşlarına. Buyurəz. Bir sual var. Bəli. Məni də gətirərsən də zəhmət.